Bir həftə ərzində 10 soba listi hazırladım. Bir ədəd belə qalmadı. Pambıq kimi yumuşaq, işə, dərsə, gəzintiyə gedəndə özünüzlə apara biləcəyiniz, günlərlə bayatlanmayan dadlı kartoflu bükmə resepti paylaşıram. Xəmiri yoğuracağımız qabın içərisinə 1 stəkan ilıq süd, 1 stəkan ilıq su, 10 qram quru maya, 1 yemək qaşığı şəkər tuzu, 1 çay qaşığı duz, aldığı qədər un əlavə edib yoğururuq. 50 ml duru yağlada xəmiri sonda toparlayırıq. Xəmir 1 saat ərzində mayalanmağa başlayır. Mayalanan xəmiri başlayırıq bir gözəl yoğurmağa. Əgər xəmiri gözəl yoğurmasanız, xəmirinizdən maya qoxusu gələcək. Bu qoxu da bişintilər bişən zaman çox narahat edicidir. Ona görə xəmirinizi bir gözəl yoğurun. İçliyini isə kartof püresi etdim. Sadə kartof püresidir. Sadəcə içərisinə kərə yağı əlavə eləmişdim. Xəmirin üzərinə belə yayırıq. Daha sonra büküb başlayırıq bölməyə. Böldüyümüz bükmələri əlimizlə sıxırıq. Əlimizlə sıxdığımız bükmələri isə soba listinə düzürük. Soba listində hardasa 20-30 dəqiqə başlasın bunlardan mayalanmağa. Bükmələrimiz mayalandıqdan sonra üzərinə sadəcə yumurtanın sarısı və süd əlavə edirik. Bu arada kartof püresinin içərisinə zövqə görə şüyüd əlavə edə bilərsiniz. Mən bu səfər əlavə eləmədim. Üzərinə isə zövqə görə yenə də kətan toxumu və yaxud da çörək otu əlavə edib bişirin. Öncədən istinmiş 180 dərəcəli sobada həm altı, həm üstü pişənə qədər qızardırın. Elə sobadan çıxan kimi üzərinə kərə yağı əlavə edirik, olur pambıq kimi. Bu qədər kartoflu bükmələrimiz hazırdır. İnanın səmimiyyətimə çox ləzzətlidir. Bunu mütləq hazırlayın, bağımlısı olacaqsınız.